Yəni demək ki, masallı adında. Bəli. $200 nəfərin işlə təmin olunmasa, ona bağlı olan nəqliyyat vasitələri. Çünki bizdə necədir? Sürücü yetişdirildi, 5 dənə var bizdə, 5 dənə maşın sifariş verir. Sürücü yetişdirildi, 10 dənə maşın sifariş verir. İşçilərimiz artıqca paralel olaraq nəqliyyat vasitələrdə idxal edir. Bir nəqliyyat vasitə bizim sərmayəmiz də ölkə daxili daşımalarla deyil, beynəlxalq yük daşımanı həyata keçirdərək xarici valyutadan gələn sərmayə nəticəsində biz maliyyələşirik. Yəni İran, Rusiya. Yəni biz işimizin aşiqiyik. Güzel bilirəm. Mən sənin fəaliyyətindən çoxdan tanışam, dəstəkləyirəm. Hesab edirəm ki, tək siz burada məşğul olub həyata keçirmişsiniz, eyni zamanda Azərbaycanın beynəlxalq yük daşımalar sahəsində adını müştərilərə qalmalısınız. Uşaqlar biləsiniz ki, cənab başçının ümumən bir nömrə olaraq Sağ ol. Öydən. bir nömrə olaraq həmişə şəhid valideynləri hər şeydən yıkılır. Yəni elə bir şəhid ailəsi, elə bir şəhid məzarı yoxdur ki, bizim başçı oranı ziyarət eləməsin. Amma onunla paralel olaraq bizim kimi zəhmətkeş insanların arasında gəlmək yəni böyük bir lütfüdür bizim. Bunlar xüsusilə cavanları görmək ortamı sevindirir. Bunların hamısı təzə əsgərlikdən gəliblər, 18-20 yaşlar, veteranlar, döyüş iştirakçıları. Bizdə qazilərimiz var, Kamran, Qəbrə Kamran. Kamran bizim şəhidin qarşı olması. Özü də yaxşı xidmət göstərir, 2 dəfə də yaralandı. Öz aramızdan yola saldı. Bunlar da ki, əskəridən qabaqdan mənləndirlər. Gediblər əskər gəliblər, yenə mənləndilər. Abdullah oğlan var idi, 13 yaşından götürmüyor. Onlar getdi əskər. 13 yaşından aradan gəlmişdilər orada. O qədər professionaldılar ki, hansı hərbi xidmətə düşürlərsə... Orada elə kadr yox. Birinci biz komandir olanda birinci sürücü axtarırdıq. Sürücü var ki, özümüzə sürücü. Hər prizivdə var. Biz birinci soruşuyoruz ki, ölkədə qədər veririz bizə sürücülər. Ən birinci lazım olan sürücülərdir. Xüsusilə mən sərhəd qoşunlarından bu dağlarda ki, sizin yetişdirdikləri kadrlar həm hərbi sahəsində ehtiyac var, həm mülki sahədə ehtiyac var. Və sevindirici hal budur ki, gənclərdir, çoxu gənclərdir. Bu sənəti davam etdirəcək. Bunlar yaxşısı odur ki, bunlar ildə bir yaş böyümür də. Yəni 18, 20, 25 yaşlı cavanlar, 50 yaşlı insanlarla sürücülərin içində eyni atmosferdə. Həm iş fəaliyyəti dövründə gəzdikləri, dünya görüşdükləri insanlar, gəzdikləri ölkələr çox əhəmiyyətlidir. Hamısı uğurlar arzulayırlar. Azman özdəki bunlar hamısı əşvamı deyirlər. Hər yerdən. Dünənləri 7 rayonun adamı var idi burada. Məktəbdə dərs çox kötü. Təlim də varımızdı. Yəni bütün gün Tovuzdan varımızdı burada, Göyçaydan varımızdı. Siz başda olmaqla hamıya təşəkkür edirəm. Allah razı olsun, cənab başı lütf elədiniz. Yəni minnətdarıq sizlərə. Hər gün sizin yanınızda olmaq bizim üçün şərəfdir. Siz zəhmətkeşsiniz, siz görünmələr edirsiniz. Hər buradan keçəndə sizə salam verdim. Sağ olasın. Hər baxıram görürəm nə qədər işlər görmüsünüz. Buranı genişləndirmək. Bəli. Yəni bu insanları 3-4 qatına qaldırmaq imkanımız var. Sizin zəhmətiniz bilin ki, çox əhəmiyyətlidir. Siz elə bilməyin, elə özünüz. Sizin zəhmətiniz ölkə üçün əhəmiyyətlidir. Rayonumuz üçün yox, ölkə üçün. Siz Azərbaycanı təmsil edirsiniz. Beynəlxalq yük daşımalarla. Azərbaycanın iqtisadiyyatının inkişafına sərmayə, valyuta gətirən ən mühüm idarələrdən biri də siz. Bütün sağ olun, var olun.